Qur'an-ı Kərimin həm mənəvi, həm əxlaqi, həm də fərdi təsiri vardır. Mənəvi təsirə gəldikcə, insana məqsəd, ümid və sakitlik verir, qorxma, tək deyilsən hissini gücləndirir. Dualar və zikirlər stresi azaldır. Allah Taala buyurur ki, həqiqətən qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapar. Başqa ayədə buyurur ki, mənim mərhəmətim hər şeyi əhatə etmişdir. Başqa ayədə buyurur ki, üzülmə, həqiqətən Allah bizimlədir. Əxlaqi təsirə gəldikdə, yalan danışmamaq, ədalətli olmaq, valideynə hörmət, yetimə kömək, bağışlanmaq kimi dəyərləri aşılayır, cəmiyyətə daha insani edir. Bu haqda Allah Taala buyurur, şübhəsiz ki, Allah ədaləti, yaxşılığı etməyi və qohumlara yardım etməyi əmr edir. Digər ayədə buyurur, valideynlərə yaxşılıq edin. Digər ayədə buyurur, yetimi itələməyin. Digər ayədə buyurur, bağışla, yaxşılığı əmr et və cahillərdən üz döndər. Fərdi təsirə gəlincə, gündəlik həyatda seçimlərə yol göstərir. Səbirli ol, qəzəblənmə, halal qazan, şükr et. Bir çox insan üçün çətin anda dayaq olur. Bu haqda Allah Taala buyurur, ey iman gətirənlər, səbir və namazla kömək diləyin. Digər ayədə buyurur, Allah sizə halal və pak olanlardan ruzi yeyin deyir. Digər ayədə buyurur, kim Allaha təvəkkül etsə, o ona kifayətdir. Digər ayədə buyurur, az danışın, çox iş görün mənasında. İnsan üçün ancaq çalışdığı vardır deyir.